Salam əziz dostum. Bu gün sənə turpun nağılını danışacağam. Biri var idi, biri yox idi. Bir gün baba bir turp əkdi və dedi: "Böyü turpum, şəkər ol, möhkəm ol." Günlər keçdi. Babanın turpu böyüyüb çox böyük bir turp oldu. Baba turpu çıxarmağa gəldi. Dartdı, çıxara bilmədi. Baba nənəni köməyə çağırdı. Nənə babanı, baba turpu dartdılar, çıxara bilmədilər. Nənə nəvəni köməyə çağırdı. Nəvə nənəni, nənə babanı, baba turpu dartdılar, çıxara bilmədilər. Nəvə Toplanı köməyə çağırdı. Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar, çıxara bilmədilər. Toplan Məstanı köməyə çağırdı. Məstan Toplanı, Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar, çıxara bilmədilər. Məstan Siçanı köməyə çağırdı. Siçan Məstanı, Məstan Toplanı, Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar və çıxardılar. Bu nağıl bizə öyrədir ki, güc birlikdədir. Baba nə qədər böyük olsa da, tək başına turpu çıxara bilmədi. Amma hamısı bir yerdə turpu çıxardılar.